heç kim öyrətməyib. Mən özüm öyrənmişəm və illərimi vermişəm. İndi baxın, götürdük bunu yaydıq, amma çox nazik. Rəngli bir altlıq qoyasınız, çünki o da ağda görmürük biz uzaqdan. Hə, verin qoyalım, o birisi deşik-deşikdən görə. Çox nazik yaymayın, qətiyyən. Bundan nazik olmasın, qalın olsun ki, nazik olmasın. Əgər sizin tortunuzun üstündə, məsələn, bu boyda gül varsa, sizin qəlibiniz yoxdur, məsələn, bu boyda qəlibiniz var. Biraz qalın eləyim, bundan kəsin, sonra qıraqları açıb o boyda eləyə biləcəksiniz, okey? Sonra götürürəm bunu, amma çox diqqətli olun. Baxın, mən qıraq deyəndə gülün, baxın, bu hissəsini nəzərdə tuturam, qıraq, ortası, orta qırağı yox. Ümumiyyətlə, qıraq bu deməkdir, lap kənarı, bildiniz, onu demək istəyirəm sizə. Baxın, qırağına götürürük, ancaq qırağını açırıq. İstəyirsiniz, gəlin yaxından baxın. Sizə yaxşı olsun. Baxın, ancaq qırağını. Mən ortasını açmadım. Qırağını açdım. İndi baxın, tələbələrin ən böyük səhvlərindən biri. Baxın, belə eləyirlər. Onu eləmir. Çünki niyə? Biz bunu qalın yaydıq. Niyə qalın yaydıq? Çünki bunu forma verəndə bu formanı saxlaya bilsin. Naziləşdiririk. Əgər belə hər yeri naziləşdirmə lazımdırsa, onda nazik yayaq. Niyə özümüzə şey edirik? Nazik yayaq kəsəyələ lap nazik olacaq da, düzdür? Deməli, bizim məqsədimiz var ki, bunu biraz qalın saxlayıb, qıraqlarını açırıq. Qıraqlarını vizual olaraq açırıq.